Salam, gününüz uğurlu olsun dəyərli tamaşaçılar. Monitoring TV-də xəbərlərə baxırsınız. Studiyada mən Aynur Kərimli günün ən aktual xəbərlərini sizə təqdim edirəm. Belə ki, Almaniya Prezidenti Administrasiyası bu ölkənin dövlət başçısının sosial media profilində yerləşdirilən postla bağlı Azərbaycan tərəfinə üzrxahlıq edib. Qeyd edək ki, Almaniya Prezidenti Frank-Walter Steinmeierin sosial media profilində artıq keçmişin qalığı olan qondarma rejimin bayrağının yerləşdirilməsi və onun altında yazılan mətn Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olub. Dərhal iki ölkənin prezident administrasiyaları və Xarici İşlər Nazirlikləri arasında təmaslar başlayıb. Almaniya tərəfi bu postun səhvən yerləşdirildiyini etiraf edərək onu dərhal çıxarıb. Almaniya Prezidenti Administrasiyasının rəhbəri adından ünvanlanan məktubda baş verən bu hadisəyə görə üzrxahlıq ifadə olunaraq məktubun mediaya verilməsinə razılıq bildirilib. Hörmətli Hikmət Hacıyev, Federal Prezidentin sosial media hesabında qısa müddət ərzində Azərbaycanın bir regionuna aid bayrağın yanlış təsviri və onunla bağlı mətn dərc olunub. Səhv aşkar edildikdən sonra paylaşım dərhal silinib. Bu paylaşım texniki səhv səbəbindən dərc edilib və Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə dair məlum mövqeyi ilə bağlı heç bir məna kəsb etmir. Belə bir səhvə yol verilməsinə görə çox məyusam. Paylaşımın Azərbaycanda bəzi insanlarda yaratdığı yanlış təəssürata görə səmimi qəlbdən üzr istəyirəm. Federal Prezidentin qarşıdan gələn səfəri Azərbaycan-Almaniya tərəfdaşlığını möhkəmləndirmək və regionda davam edən sülh prosesinə dəstək vermək məqsədi daşıyır deyə məktubda qeyd olunur. Azərbaycan ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Martın 31-i saat 17:00-dan aprelin 1-i saat 04:45-ədək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basar Keçər və Gorus rayonlarının Zərkən, Zod, Aşağı Şorca, Yuxarı Şorca, İstisu, Xanazaq və Xəznəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqələrindən Azərbaycan ordusunun mövqələrini atıcı silahlardan fasilələrlə atəşə tutub. Biz davam edirik. Bugünlərdə İrəvana gedən Türkiyəli bloger Ogün Özdemirin lenta aldığı videoları paylaşması ilə bağlı Ermənistanda cinayət işi açılıb. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan bildirib. Abazyan ətraflı məlumat vermək və o jurnalistə İstintaq Komitəsi ilə əlaqə saxlamağı məsləhət görüb. Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyəli bloger Ogün Özdemir İrəvandakı Respublika meydanından canlı yayımda Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib və tarixi Azərbaycan torpağında olduğunu bildirib. Azərbaycanda yaşayan və müəllim kimi çalışan Ogün Özdemir bir müddət əvvəl Gürcüstana, oradansa Ermənistanın paytaxtına yollanıb. Gənc oğlan səfər zamanı demək olar ki, hər addımını lenta alıb və İrəvan tarixi torpaqlarımızı adlandırıb. Erməni əsilli müğənni Aleksey Çumakov isə Bakıya gəlir. O, aprelin 20-sində paytaxtda konsert verməyə hazırlaşır. Bilet qiymətləri sadə vətəndaşlar üçün əl çatmazdı. 49 manatdan başlayaraq 599 manata qədər yüksəlir. Aleksey Çumakov 1981-ci ildə Özbəkistanın Səmərqənd şəhərində doğulub. Müsahibələrində dəfələrlə atasının Bolqar, anasının isə Qarabağ ermənisi olduğunu bildirib. O, hər zaman erməni kimliyini vurğulamaqdan çəkinmir. Mədəniyyətini, mətbəxini təbliğ edir. Səmərqənddə doğulmasına baxmayaraq öz tarixi köklərinə bağlı olduğunu qeyd edir. Sosial media hesablarında və müsahibələrində erməni mətbəxindən, mədəniyyətindən danışan Çumakov son paylaşdığı videoda da ermənilərin kababı necə yeməsindən söz açıb. Erməni izləyiciləri isə bizim yaraşıqlı erməni oğlan deyə şərhlər yazıblar. Beləliklə, Çumakov vaxtaşırı erməni mədəniyyətini ön plana çəkir. Erməni irsini təbliğ edir. Erməni kimliyini açıq-aşkar vurğulayan bu müğənninin Bakıda necə qarşılanacağı isə sual yaradır. Qeyd edək ki, Aleksey Çumakovun 2020-ci ildə də Bakıda konserti keçirilib. İsrail, Azərbaycan və Amerika Birləşmiş Ştatları əməkdaşlığı Ermənistan üçün arzulunmaz ssenariyə gətirib çıxara bilər. Bəli, Azərbaycanla İsrail arasında əməkdaşlığın böyük tarixi var. Onlar arasında sıx əlaqələr qurulub və İsrailin ABŞ-də ciddi təsir imkanları nəzərə alınaraq Bakının da iştirakı ilə bu əməkdaşlığın üçtərəfli formata çevrilməsinə cəhd edilir. Bunu ABŞ-nin Leh Universitetinin erməni professoru ekspert Arman Qriqoryan deyib. Qriqoryan bunu Ermənistan üçün
son dərəcə arzu olunmaz ssenari adlandırıb. O qeyd edib ki, bu Ermənistanın maraqlarına uyğun deyil. Erməni ekspert De Yerusalim Post qəzetindəki məqaləyə işarə edərək onu vacib və maraqlı adlandırıb. Orada deyilir ki, Trumpın müşavirinin Azərbaycana səfərinin təşəbbüskarı, İsrailin baş naziri və Yəhudi dövlətindəki dini qrupların liderləri olub. Onlar ABŞ, İsrail və Azərbaycan arasında koalisiya yaratmaqda, eləcə də Bakının İbrahim razılaşmalarına daxil edilməsinə maraqlıdırlar, deyə Qriqoryan bildirib. Qriqoryan vurğulayıb ki, İranda yaşayan Azərbaycanlılarla bağlı da vaxtaşırı məsələ qaldırılır. Bu kontekstdə Azərbaycanla da danışıqlar aparıla bilər, deyə erməni ekspert vurğulayıb. O, bunların indi real görünməyən uzaq planlar olduğunu istisna etməyib. Dünya gündəmindən digər xəbərlərlə davam edirik. Amerika Birləşmiş Ştatlarının Husilərə qarşı hərbi hücumları gəmiçilik üçün təhlükə sovuşana qədər davam edəcək. Bu barədə ABŞ prezidenti Donald Trump X sosial şəbəkəsində yazıb. İran tərəfindən dəstəklənən Husi terrorçuları son 2 həftə ərzində davamlı hücumlarla darmadağın edilib. Onların bir çox döyüşçüləri və liderləri artıq aramızda deyil. Biz onları gecə-gündüz getdikcə daha sərt şəkildə vururuq. ABŞ gəmilərinə atəş açmağı dayandırın. Biz də sizə atəş açmağı dayandıracağıq. Əks halda həm Husilər, həm də onların İrandakı himayədarları üçün əsl çətin mərhələ yetişməkdədir, deyə ABŞ lideri qeyd edib. Bu arada ABŞ hərbi hava qüvvələri Yəmənin paytaxtı Sənada Husilərin nəzarəti altında olan Əd-Dailami aviabazasına bir sıra zərbələr indirib. Məlumata görə, ABŞ Husilərin silah anbarlarına 3 hava hücumu həyata keçirib. ABŞ hərbi hava qüvvələrinə məxsus təyyarələrin Səna səmasında intensiv uçuşları qeydə alınıb. Hava hücumu nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir. İkinci dəfə dövlət başçısı seçildikdən sonra verdiyi qərarları, səsləndirdiyi qalmaqallı fikirləri dünya gündəmindən düşməyən Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump növbəti seçkilərdə 2009-cu ildən 2017-ci ilə qədər dövlət başçısı olmuş Barack Obamaya qarşı məmnuniyyətlə mübarizə aparacağını bildirib. Bunu ABŞ prezidenti Donald Trump Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib. O, növbəti seçkilərdə namizədliyini irəli sürmə imkanı barədə hələlik ciddi düşünmədiyini bildirib. Mən bu məsələni heç vaxt araşdırmamışam. Deyirlər, bunun bir yolu var, amma mənim xəbərim yoxdur, deyə Trump qeyd edib. Trumpdan həmçinin yeni seçki yarışında Demokratlar Partiyasından olan rəqibi, ABŞ-nin 44-cü prezidenti Barack Obama olsaydı, özünü necə hiss edəcəyini soruşublar. O da çox istərdim, yaxşı olardı, deyib. Amerikalıların əksəriyyəti isə Trumpın fəaliyyətindən narazıdır. Amerika Birləşmiş Ştatları sakinlərinin əksəriyyəti hesab edir ki, prezident Donald Trump iqtisadi sahədə, digər ölkələrlə ticarətdə və beynəlxalq münaqişələrdə problemləri düzgün idarə etmir. Bunu son sorğunun nəticələri sübut edir. Belə ki, respondentlərin 56%-i dövlət başçısının Ukrayna ilə bağlı siyasətini yanlış hesab edir. Yalnız 41%-i onları bəyənir. Oxşar tendensiya Fələstin-İsrail münaqişəsi məsələsində də özünü göstərir. Trumpın bu münaqişəyə yanaşmasını respondentlərin 54%-i bəyənmir. Respondentlərin yalnız 44%-i prezidentin qərarlarını dəstəkləyir. Sorğu iştirakçılarının 58%-i Amerika administrasiyası rəhbərinin iqtisadi siyasətini düzgün hesab etmir. 40%-i isə bu və ya digər dərəcədə etimad göstərir. Trumpın digər ölkələrlə ticarət sahəsindəki təşəbbüslərini 38% düzgün hesab edir. 60% isə əks fikirdədir. Suriyada isə sular durulmur, vəziyyət gərgin olaraq qalır. Suriyanın yeni hökumətinə tabe olan təhlükəsizlik qüvvələrinin patrulu keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarları tərəfindən Dəməşqin kənarında atəşə tutulub. Toqquşma nəticəsində 2 hücumçu öldürülüb, bir neçə nəfər isə yaralanıb deyə məlumatda bildirilir. Hadisədən sonra patrul əlavə qüvvələrlə gücləndirilib və ərazi mühasirəyə alınıb. Silahlıların bəziləri hadisə yerindən qaça bilib. Xatırladaq ki, martın 24-də Latakiya və İdlib əyalətlərinin sərhədindəki dağlıq ərazilərdə keçmiş prezidentin 15 silahlı tərəfdarı saxlanılıb. Kosmik turizm isə yeni dövrü başlayır. SpaceX orbitə ilk dəfə tam mülki missiyanı göndərib. Belə ki, SpaceX şirkəti From 2 özəl pilotlu missiyası çərçivəsində Crew Dragon gəmisini buraxıb. Orbitə tamamilə mülki ekipaj çıxacaq. Bu barədə şirkətin X sosial şəbəkəsindəki səhifəsində bildirilib. Uçuş qrupunun tərkibində müxtəlif ölkələrdən 4 müxtəlif peşənin nümayəndəsi var. Onların arasında Maltadan sahibkar, Norveçdən kinorejissor, Alman robototexnika mütəxəssisi və Avstraliyalı səyyah var.
Onlar kosmosda maksimum 5 gün qalacaqlar. Uçuş zamanı komanda bir sıra elmi sınaqlar keçirəcək. Bunların arasında rentgen tədqiqatı, əzələ və sümük kütləsinin qorunmasını öyrənmək üçün məşqlər var. Son olaraq mikrogravitasiya şəraitində göbələk yetişdirmək cəhd ediləcək. Gəmi artıq orbitə çıxıb. Yerin şimal və cənub qütbləri istiqamətində hərəkət edir. Mütəxəssislər missiyanı kommersiya kosmonavtikası və kosmik turizmin inkişafı üçün vacib addım adlandırıblar. Ölkə gündəmindən də bir neçə xəbərə nəzər salırıq. Mingəçevirdə məişət əşyaları uğurlandı. Hadisə anı isə an-ba-an kameralara düşdü. Hadisə şəhərin 20 yanvar küçəsində yaşayış binasının bloklarının birində baş verib. Mənzil sahibi otaqlarda təmizlik işləri apardığı zaman qızdırıcı qurğunu və tozsoranı mənzilin çıxış hissəsinə, qapının önünə qoyub. Geri götürmək istəyəndə orada tapmayıb. Kameraya baxanda məişət əşyalarının uğurlandığı məlum olub. Oğurluq anı isə an-ba-an kameralara düşüb. Ev sahibi oğurluq faktı ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edib. Bugün Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar 12 günlük tətil başa çatıb. Bayram günlərində 501 yanğına çıxış olub, 11 nəfərin meyidi tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, 112 qaynar telefon xəttinə daxil olan zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən bayramlarla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 501 yanğına çıxış, 40 köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza xilasetmə əməliyyatları həyata keçirilib. Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə Nazirliyin qüvvələri tərəfindən bayram günləri ərzində 9-a azyaşlı olmaqla 53 nəfər xilas edilib, 28 nəfər təxliyə olunub, 6 nəfər xəsarət alıb, 11 nəfərin meyidi aidiyyatı üzrə təhvil verilib. Beləcə bugünə sizə çatdıracaqlarım bunlar idi. Xəbərlərdən xəbərdar olmaq hər zaman sizin hüququnuzdur. Diqqətinizə görə təşəkkür edirik.